Bütün şəxslərin nəzərinə son məlumatı hər birinizin diqqətinizə çatdırıram dəyərli izləyicilərimiz. Aldığımız son məlumata görə Ağcabədi rayon Hüsülükən sakini Məmmədov Loğman Mamedoğlu. Bu şəxs nəzərinizə çatdırım ki, nitq qüsurludur, nə eşitmə qabiliyyəti var, nə də danışma qabiliyyəti var. Xahiş edirəm rejissorumuzdan həmin şəxsi ekranımıza təqdim etsin. Bəli, dəyərli izləyicilərimiz, bax, söhbət bu şəxsdən gedir. Bu şəxs dünən günorta saatlarında onu qeyd edim ki, Qızıgilə, yəni Bakı şəhərinə, paytaxta yola düşüb, öz kəndisinin avtomobili ilə, yəni öz kəndinin sakini bu adamı gətirib Bakıya, Şamaxınka deyilən ərazidə bu adamı düşürdü Qızıgilə getmək üçün. Və dünən günorta saatlarında bu adam haqqında heç bir məlumat yoxdur. Mən hər birinizdən xahiş edirəm, bu adamı paylaşın, maksimum paylaşın, rəy yazın. Bəlkə kimlərinsə qarşısına çıxar, bu adamı tanıyan olar. Onun nəzərinizə çatdırım ki, hal-hazırda həmin şəxsin öz yaxınları, əzizləri, bütün qohum əqrabaları bu şəxs üçün çox narahatdırlar. Çünki bu adam haqqında heç bir məlumat bilmirlər. Mən xahiş edirəm, bu şəxsi görən hər bir kəs elə şəxsən bizim özümüzlə əlaqə saxlasın. Direktdə də yaza bilər və bu səhifədə bizim WhatsApp nömrəmiz də var. Əlaqə saxlaya bilərsiniz. Hər birinizdən xahiş edirəm, bu videonu paylaşın, maksimum paylaşaq ki, ailəsi çox narahatdır. Və nəzərinizə çatdırım ki, həmin şəxsin 49-50 yaşın içindədir. Bu yaş dairələrindədir. Bütün paytaxt sakinlərində qeydiyyatda olan, burada yaşayan şəxslərin qarşısına çıxırsa bu video, mən hər birinizdən xahiş edirəm, bu videonu maksimum bəyənin, paylaşın, hər kəs görsün. Allah'a emanet olun.